Avtoritar tərbiyə dediyiniz zaman ağlınıza ilk nə gəlir? Əgər cavab döymək, vurmaq, alçaltmaqdırsa, diqqətlə izləyin. Erich Fromm'a görə avtoritarlığın iki fərqli növü var. Birincisi sahib-kölə münasibəti kimidir. İkincisi isə müəllim və şagird münasibəti. Hər iki münasibətdə də müəllim uşaqdan üstündür, sahib kölədən üstündür. Amma burada bir fərq var. Sahib kölənin sömürülməsi üçün və ondan ola bildiyincə çox istifadə etmək üçün çalışır. Müəllim isə şagirdini öyrətməyə, onu böyütməyə çalışır. Amma hər ikisi də burada avtoritar fiqurdular. Şagird öyrəndikcə müəlliminə daha çox yaxınlaşır və bir gün hətta müəllimini də keçmə potensialını daşıyır. Sahib-kölə münasibətində isə işlər tamamilə fərqlidir. Burada kölə sömürüldükcə daha çox dibə batmağa başlayır və irəliləyən zamanlarda kölə içərisindəki o nifrət hissini bir rəğbətə dönüşdürür. Sahibinə qarşı çıxa bilmədiyi üçün onu sevdiyini düşünür, onu qoruyur bir növ. Valideyn-övlad münasibətlərində də bu tendensiyadan yanaşa bilərik. Əgər valideyn övladını sadəcə olaraq bir əşya kimi, sahib olduğu bir obyekt kimi böyüdürsə, burada avtoritarlıq təbii ki, uşağın sömürülməsinə, uşağın sadəcə olaraq valideynin arzularının həyata keçirə biləcəyi bir vasitə olmasına şərait yaradır. Valideyn öyrədici qismindədirsə, valideynin məqsədi müəllim və şagird münasibətində olduğu kimi uşağı gələcəyə, həyata, cəmiyyətə hazırlamaqdırsa, o zaman bu avtoritarlıq faydalı hesab olunur. Bu videonu çəkmə məqsədim isə bir çox valideynin, psixoloqların dediyi uşaq tərbiyəsi mövzularını yanlış anlamalardır. Valideyn və uşaq arasında heç vaxt tam bərabər münasibət ola bilməz. Valideyn öyrədici, daha təcrübəli olan tərəfdir. Burada sadəcə olaraq diqqət etməli olduğumuz məqam valideynin bir şeyi diktə edərkən, bir şeyi uşaq üçün etməyə çalışarkən məqsədinin nə olmasıdır.